medianın kökü, əsası, quruluşu batil qüdrətlərin əlindədir. O da ümumiyyətlə mediaya etimad etmək, zalıma etimad etmək, batil qüdrətlərə, tərifləyənlərə etimad etmək pisdir. Bir müsəlman eləyə bilməz ki, batilə etimad etsin. Baxmalıdır ki, bir media ki, batili İsrailə haçansa tərifləyirsə, onun xeyrinə bir söz deyirsə, bir dəfə bu yalan danışırsa, ikinci dəfə söz deyəndə bilmirəm yalan deyir yoxsa düz, şəkk eləməlisən də, normal insan şəkk eləməlidir. Dəri çıxıb etiraf edirlər ki, biz uydurmuşuq. Bəli. Və bunlar da yayıblar. Və sonra da özlərini təqsirkar görürlər. Belə halda hardan məlum ki, ikinci dəfə bu metodla təzədəndən insanları aldatmayacaq. Blogerlərə baxın, gecə-gündüz işləyir və İranın əleyhinə. Bəzən Azərbaycan mediasına baxırıq, biz ümumiyyətlə hiss olunmur. Bunlar İrana görə məsələn narahatdılar. Belə də həmişə deyirlər də 30 milyon bizim Azərbaycanlı var, vətəndaşlarımız var, ondan sonra həmvətənlərimiz var. Bu cür nə deyirlər. Amma kədər görsənmir, sevinc görsənir.